Bugün nə qədər oxuya bilsəm, o qədər dərs oxuyuruq. Dünən 7 saat hədəfimi tamamladım. İlkin olaraq başladım sərbəst işimi qurtarmaqla. Bilirsiniz ki, bu sərbəst işlə başım bəladaydı. Sonunda müəllimə təhvil verdim. Heç bir qüsur tapmadı bu səfər və mənə tam bal yazdı. Nəysə, yemək molamı verdikdən sonra təzədən başladım dərs oxumağa. Və bugün günü mən 2 hissəyə bölmüşdüm. Günorta və səhər 1-dən 3-ə və axşam 9-dan 12-yə. Yəni burada da bilindiyi kimi 6 saat dərs oxudum. İlkin hissədə ingilis dilinə bağlı, universitetlə bağlı tapşırıqlarımı bitirdikdən sonra başladım hazırlaşmağa dostumla görüşmək üçün. Benim takıldığım çocuk sana takılır mı? Düşünürəm ki, sosial həyat və universitet, iş bunlar balanslı olmalıdır ki, sən disiplinli formada davam edə biləsən. Əgər həyasız bir şəkildə sadəcə dərs oxusan, bir müddət sonra o kiçik motivasyonun öləcək və artıq oxumaq istəməyəcəksən. Evə gəldim, yeməyimi yedim, biraz özümü yorğun hiss edirdim. Buna görə tez özümə kofe hazırladım və başladım dərsə. Burada öyrəndiklərimi ümumən təkrar elədim 1 saat. Ondan sonra keçdim film izləməyə. Tapşırığım film izləmək idi və oradan qeydlər çıxartmaq idi. Və kronometrəm məni 1 saat yarı yolda qoysa da ki, arada tutuldu. 3 saatı tamamladım və bugünü 6 saatla bitirdim. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.